qorxulu bizim mütəəssir məktəblərdir ki, orada 90%'nin mühafizəsi var, nəzadı var, kim istəyir, girir, çıxır, ağlı kəsən eləyir. O qorxulu odur. Məktəblərdə ümumiyyətlə kimin umudun adını? Bizim mütəəssir məktəblərində təhlükəsizlik məsələsinə baxan adam yox. İndi bir-iki imkanlı məktəblər hansı ki, valideynlərin zadının hesabına mühafizə zad təşkil edirlər, o başqa məsələ. Bu qalan məktəblər mühafizə olunmur. Xadimənin umuduna bir qoca arvadı oturdurlar qapıda, gəlib gedənə nəzarət edir. Görünür, müəllimlə şagird arasında sinifdə insident baş verir. Onun nəticəsi olaraq uşaq gedib də indi burada birinci valideynin günahıdır ki, əgər bu uşaq gedib o silahı evdən götürə bilirsə, o üstəlik onu bir xeyli məsafə gətirirsə, o heç kim diqqətindən, hamının diqqətindən yayılır və bu silah əlində gəlir, müəllimi çağırır. O tüfəngi tapanca deyil, belinə taxa gələr. Bu tüfəng yekə bir şeydir. Bunu gətirəndə bunun avtobusu var, metrosu var, yolu var, izi var, kamera var. Necə bunu görməyiblər, nəzərə almıyorlar, orasını deyə bilmərəm. Bu müasir uşaqlarda belə bir fikir var ki, buna heç kim heç nə deyə bilməz. Hələ bu liseydir, ona seçilmiş uşaqlar gedir, yaxşı oxuyanlar gedir, ağıllılar seçilib gedir. İndi görün, mütəəssir məktəblərində nə qədər belə problemlər var. Uşaqlar deyir ki, müəllim mənə söz deyə bilməz. Heç kim bunlara söz deyə bilməz. Bunların xətrinə deyə bilməzlər. Bu kıçın yandı geri dur deyə bilməzlər. İndi uşaqlar belə tərbiyə olunur. Bu bizi fəlakətə aparır. Məktəblərdə bu saat elə şərait yaradır. Belə bir situasiya var ki, uşağa güldən ağır söz desə qanı batdı. Ya ən azı bir töhmətin var. Bundan sonra da uşaq da görür və deyir ki, mənim heç kim mənə heç nə deyə bilməz, deyəni də güllələyəcəm. Bu məsələ budur. İndi görəcəksiniz, istintaqda müəyyən olacaq ki, müəllim buna nəsə deyib, bu da bunun çestinə deyib ki, silah götürüb gəlib müəllim güllələyib. Başqa hiçbir şey yox.